Hamıya salamlar. Bugün sizlər üçün sezonuna uyğun olaraq və hər evdə düşünürəm ki, hazırlanması lazım olan soyuq mürəbbə hazırlamaq istəyirəm. Soyuq mürəbbəni birinci hazırlayacağım limondan. Limon, onu da qeyd edim ki, istəsəniz kekslərə də istifadə edə bilərsiniz, istəsəniz çayın da yanında içə bilərsiniz çayla bir yerdə. Çox faydalıdır, yəni faydasından danışmaq, vaxtınızı almağa ehtiyac yoxdur. Çox xeyirli bir şeydir. Ən əsas da evdə olan uşaqlar üçün C vitaminidir. Və feyxodan hazırlayacağım sizlər üçün qəşəng cem hazırlayacağım. Yenə deyək, soyuq mürəbbə tipində bir cem hazırlayacağım. Digər cemlər kimi bişirməyə ehtiyac yoxdur. Soyuq halda hazırlanacaq və mən buna qovrulmuş qoz və ərik qurusu qatacağım. Ərik qurusunu da onu da qeyd etmək istəyirəm ki, qara ərik qurusundan istifadə edəcəm. Niyə qara? Çünki hamısını demirəm, çünki sortları da var, sarı əriklərimiz var. Amma sarı ərikləri indiki dövrdə çoxu sarı olmasının səbəbi fabriklərdə qurudulmasıdır ona görə. Amma qara ərik çox faydalıdır, yəni təbii halındadır. Ona görə də çalışın qara ərikdən istifadə edin. Əgər bunu quru formada istəyirsə, yəni yumaq istəyirsə, yəni ona qeyd edim də limonda, nə feyxoda, nə ərik qurusunda heç birini bir damcı suda qalmamalıdır. Hamısını yuyub qəşəng qurulamalısınız. Əgər ərik qurusunda istəsəz yumaq, bir gün əvvəlcədən yuyursunuz, quruluyusuz, tərtəmiz və quru qalmalıdır. İndi isə hazırlanmasına keçək. Məqsədim o deyil, sizin vaxtınızı alın, çox danışım, dəqiqə çox uzun. Çalışıram ki, tam olaraq ətraflı izah edin. İndi hazırlanmasına keçək. Birinci növbədə götürürük limon. Bunları qarışdırmayaq, bizə lazımdır. Birinci limon. Limonu 4 yerə bölürük. Limonun içində bir dənə də olsun tum qalmamalıdır. Hamısının tumu çıxmalıdır. Çalışın belə balaca tumu qədər də qalmasın. Bunu da götürün. Çünki həm acılıq verəcək, həm də ki, cemi qıcqırdacaq. Sonra bir qaba alırıq. Gördüğünüz kimi limon bütün tumlarını çıxartdığı içindən 1 kilo limona 1 kilo şəkər tozu əlavə edəcək. Onu da qeyd edim ki, mütləqdir ki, ət çəkən maşının gözü, setkası böyük olsun. Böyük setkadan keçməlidir. Xırda dişindən keçsə çox əziləcək, məsləhət deyil. Suyu da əlavə edəcəm. Şəkər tozunu üstünə əlavə edirəm. Şəkər tozunu da əlavə edəndən sonra yaxşı-yaxşı qarışdırırıq. Bu bir dəfə həll olan bir şeydir. O qədər bunu gedirik, gəlirik, qarışdırırıq, cəv-cəv qarışdırırıq. Ta içində şəkər tozu həll olana qədər. Yəni dibində xırt-xırt səs gəlməməlidir. Çalışın yaxşı-yaxşı qarışdırın. Tam həll olandan sonra yığısız bankalara. Bankalara yığandan sonra hökmən soyuducuda qalmalıdır. Qıraqda, yəni evdə isti şəraitdə qalsa olmaz. Və yaxud da hava soyuq keçdiyinə görə qoyun balkona, çölə bir yerdə. Yəni soyuqda qalmalıdır, soyuq temperaturda qalmalıdır. İstidə qıcqırar. Birinci növbədə feyxonun üst tərəfini, bir də alt tərəfini kəsirik. Əgər böyüdüsə feyxo 2 yerə bölün.
ət çəkən maşından asılıdır ölçüsü. Bir də onu qeyd etmək istəyirəm ki, əgər feyxo çox bərkdirsə ondan alınmayacaq. Çünki qabığı acı olacaq, acı qabıqdan da alınmaz. Çalışın ki, feyxo qalsın yumşasın. Məsəl üçün, mən bu feyxonu alanda, daha doğrusu pay gəlib, bu feyxo gələndə bizə daş kimi idi. Bir-iki dənəsində yedim, yəni sözlə fikrimdə var idi bu resepti hazırlayım. Baxdım dadına, gördüm ki, daş kimidir, bərkdir, yəni qabığı da acıdır. Bildim ki, bundan alınmaz. Bunu biraz gözlədin evinizdə və yaxud da alırsınızsa da çalışın, yumuşağını alıb, bərkini alıb və yumuşağını alıb, dadına baxın. Bir də ki, əgər yox, bərk almışsa, başqa əlac yoxsa 4 gün, 5 gün gözləyin, özü öz qıvamında yetişəcək. Ondan sonra istifadəyə yararlı. Hə, nənə, sən bir dənə bunları təmizlə balayçın. Mən tələs eləməmişim çox. Baş üstə Sağ ol, nənə. Biz də qozu qovururuq. Qozu nə qədər qovurub qıraqda saxlasız, o qədər yaxşıdır. Qoz neçə qram qatırsan, ay bala? 2 kiloya 150 qram. O da ət çəkən maşından keçəcək. Xırda qozlansız olar, problem yox. Neyin hissə eləyin, bir dənə qozu arıtlayın. Arasında qalmasın. O bərk hissələri qalmasın arasında. Qozun qaba aldı. Ona görə ki, indi təmizləyəcək üstünü pərdələr deyə düşməsin içinə. Təmizləyirik. Təmizləyəndən sonra atırıq ət çəkən maşının içinə. Qozun əvəzinə fındıqdan da eləyə bilərsiniz. Amma fındıq yağlı olduğuna görə qovurulandan sonra qıraqda 20 dəqiqə qalmağı məsləhətdir. Çünki içi tam quru olmur. Amma qoz elə deyil. $2 kilo feyxoya əlavə etdik 2 kilo şəkər tozu, 150 qram əncir nə idi? Qaysı və 150 qram qoz ləpəsi. Başlayaq qarışdıraq. Qarışdır, eynənə qarışdır. Və gördüyünüz kimi limon sulu meyvədir deyənə öz suyunu buraxıb. Amma feyxo belə deyil. Birazdan amma suyu çıxacaq. Soyuq mürəbbəmiz hazır oldu dostlar. Yəni çoxlu qarışdırdıq. Dibində də şəkər tozu heç qalmadı, həll oldu içində. İndi bankalara əlavə edirik. Çayla da içməyə burada saxlamışıq. Hazırlayan hər kəsə nuş olsun indidən. Bu arada bunu da feyxonu da, limonu da biz üçün Lənkəran bölgəsindən
Eyvaz dayı göndərib. Çox sağ olsun, pay artıq olsun. Üç banka fevqar cemi hazır oldu və 2 banka limon və çayla da nuş etməyə 2 dənə mürəbbə qabının dolusu hazır oldu. Belə dostlar, inşallah növbəti videolarımızda görüşənə qədər bizi izlədiyinizə görə hər birinizə təşəkkür edirəm. Sağ olun.